Salam dostlar. Böyle bir sual gördüğünüz zaman tənin üsuluna keçməyin. Daha asan yol var. Bizdən bu təni ödəyən ən kiçik say sistemini soruşduğu zaman verilən rəqəmlər içərisində ən böyük rəqəmi tapırsın. Ən böyük rəqəm burada 7-dir. 7 hansı say sistemində ən böyük ədəddir? 8-li say sistemində ən böyük ədəddir. Həmin say sistemində ən böyük rəqəm nədir istəyir? 8-li say sistemində ən böyük rəqəm nədir? 7-dir. 2 rəqəm nədir? 77-dir. 77-ni biz ikili say, 8-li say sistemindən ikili say sisteminə çeviririk. 77-ni ardıcıl yazırıq. Cədvəl qururuq. Daha asan üsuldur. Aha. Sonra 1, 2, 4 ardıcıl yazırıq. 1, 2, 4 yazdıqdan sonra baxın 7 bunların hansının cəminə bərabərdir? Elə biz 4-ü, 2-ni, 1-i topladıqda 7 eləyir. Hansıları topladığımızda 7 eləyir, sonra 1 yazırıq. Nəyi topladığımız zaman eləmirsə verilən ədəd həmin yerə 0 yazırıq. Burada da 4-ün üzərinə 2 gələndə 6, 6-ın üzərinə 2 gələndə 7. Deməli, bunların hamısı ödür. Daha sonra bu ardıcıllıqla bu şəkildə yazırıq. Yəni 1, 1, 1, 3 dənə 1, ardınca növbəti 1, 1, 1, 1, 6 dənə 1. Deməli, cavab oldu D variantı.